44-cü suala baxaq. Əgər insanın ürəyinin sol mədəciyindən çıxan qandakı bir eritrosit hüceyrəsinin yolunu izləsək, bu yol nə cür ola bilər? Sol mədəcikdən çıxırsa, sol mədəcikdən aorta çıxır, elə. Aorta ilə çıxacaq aorta damarı ilə, aorta sonra şaxələnəcək arteriya damarlarına 1-4. Daha sonra isə arteriya damarları da şaxələnəcək kapillyarlara 1-4-9. Sonra vena damarlarına yuxarı aşağı boş vena ilə gələcək, töküləcək hara? Ürəyin sağ qulaqcığına 1-4-9-5-7. Daha sonra sağ qulaqcıqdan sağ mədəciyə, sağ mədəci ilə də çıxacaq ağciyər kötüyü ilə ağciyər arteriyalarına şaxələnəcək. Ağciyər arteriyaları da daha sonra ağciyər venasına ayrılacaq və ağciyər venası da daxil olacaq ürəyin sol qulaqcığına. Cavab olacaq 44-cü sualda Y variantı. Sakit halda yaşlı adamın ürəyindən 25 ton qan keçmişdir. Bu hansı müddətə baş verir? Əgər 24 saatda, yəni 1 sutkada deməli 10 ton qan keçirsə, 25 ton qan neçə sutkaya keçər? Burada 24-ü vuracaqsınız 25-ə, böləcəksiniz 10-a, bu da eləyəcək 60 saat, yəni olacaq B variantı. İnsanın yuxarı boş venasında olan bir eritrosit hüceyrəsinin ürəyin şöbələrinə keçmə ardıcıllığı necədir? Yuxarı boş vena deyir. Yuxarı boş vena ürək insanda hara tökülür? Yuxarı boş vena açılır hara? Sağ qulaqcığa. Sağ qulaqcığı açılırsa onda 4. 4-ə gəlib açılacaq. Daha sonra sağ qulaqcıqdan töküləcək sağ mədəciyə və sağ mədəcikdən nə çıxır? Ağciyər kötüyü çıxır. 4-2. 2 ağciyər kötüyünü göstərən damardır. Ağciyər kötüyü ilə çıxır. Bəs ürəyə necə qayıdacaq? Ağciyər venaları ilə. Ağciyər venaları, sol ağciyər venaları ilə, yəni 4-2-1. Daha sonra isə sol ağciyər venasından da töküləcək, sol ağciyər venası ilə deməli töküləcək ürəyin sol qulaqcığına və oradan da sol mədəci. Sol mədəcidən nə çıxır? Aorta damarı çıxır. 3 isə aorta damarını bizə göstərir. 4-2-1-3, yəni 46-da olacaq B variantı. Keçək indi 47-ci suala baxaq. İnsanın ağciyər venasında olan bir eritrosit hüceyrəsinin ürəyin şöbələrindən keçmə ardıcıllığı necədir? Ağciyər venasında olanı bu dəfə bizə deyir. Ağciyər venasında olan. İlk olaraq ağciyər venasındadırsa əgər, deməli 1. Bir ağciyər venalarını göstərir bizə. Ağciyər venası 1. Daha sonra birdədirsə töküləcək, deməli ürəyin sol qulaqcığı ilə sol mədəciyinə, yəni 1-3. Sonra isə keçəcək 4 olan hissəyə. 4-dən isə hara gedəcək? Daha doğrusu 2-yə keçəcək buradan. Daha sonra isə 4-ə gələcək. D variantı 47-də olacaq. D variantı. 48-ə baxaq. Ürək fəaliyyətinin üst fazasının cəmi necə ifadə olunur? Ürəyin üst fazasının cəmi ürək diskli adlanır. A variantı. 49. İnsanda qan aşağıda göstərilən sxem üzrə hərəkət zamanı hansı damarla axmaz? Bax, ardıcılığı necə bizə verib. Sol mədəcikdən aorta, aorta qarın aortası, artıq bu aşağı boş venadır. Kapillyarlar, aşağı boş vena, sağ qulaqcıq. Baxaq, A variantında verib ki, böyrək venası ilə. Böyrək venası ilə axar, çünki aşağı boş venaya aiddir. B. Bağırsaq venası ilə, bağırsaq venası da aşağı boş venaya aiddir. D-yə baxaq, aşağı ətraf venası ilə, bəli, yenə axar, aşağı boş venaya aiddir. Y. Qaraciyər venası ilə, qaraciyər də aşağı boş venaya aiddir. Amma burada C variantına baxın. C variantında isə bazo arteriyası verilmişdir. Bazo arteriyası isə yuxarı boş venaya aiddir. 50-ci suala baxaq. İnsanda qan aşağıda göstərilən sxem üzrə hərəkəti zamanı hansı damarla axmaz? Sol mədəcik, aorta, yuxarı boş vena, sağ qulaqcıq. Burada üz, göz, bazu, yuxarı arteriyası, bunlar hamısı yuxarı boş venadır. Amma ağciyər arteriyası ilə isə axmayacaq. Çünki ağciyər arteriyası artıq burada kiçik qan dövranına aiddir. A variantı olacaq. 51-ə baxaq. Qan insanın ağciyər kapillyarlarında 0,5 mm sürətlə 80 ml məsafə qət etmişdir. Bu müddət ərzində ürək disklinin birinci fazasına sərf olunan vaxt, ikinci fazasına sərf olunan vaxtdan nə qədər az olar? Ürək... Burada necə hesablayacaq? Deməli, biz riyaziyyatdan bu düsturu bilirik və bərabərdir S bölünsün T. Bizə burada sürətdə verilib, məsafədə verilib, bizə zamanı tapmaq lazımdır. Buradan kiçik T-ni tapanda S-i böləcəksiniz və yəni gedilən yolu böləcəksiniz sürətə. Gedilən yol nə qədərdir? 80-i böləcəyik 0,5-ə. 80-i 0,5-ə böləndə 160 saniyə eləyəcək. Deməli, tapdıq, zamanını da tapdıq. 0,8 saniyəlik ürək disklində
Birinci faza nə qədər çəkirdi? Yəni birinci fazda qulaqcıqların yığılması 0,1 saniyə çəkirdi. Bəs ikinci faza nə qədər çəkirdi? İkinci faza nə idi? Mədəciklərin yığılması 0,3 saniyə çəkirdi. 0,8 saniyə ürək diski şəraitində ikinci fazanın davam etmə müddəti, yəni 0,3, 0,1-dən 0,2 vahid çoxdur. 0,2. Aha, bizdən nə qədər az olduğu soruşur, neçə dəfə demir. 0,3-dən 0,1-i çıxırıq, 0,2. Bəs 160 saniyədə nə qədər çox olar? Buradan 160-ı vuracaqsınız 0,2-yə, böləcəksiniz 10-da 8-ə. Cavab da eləyəcək 40 saniyə, yəni Y variantı. 52-yə baxaq. Qırmızı sümük iliyində təzəcə əmələ gələn və hələ oksigen daşımamış eritrositlər ilk dəfə insanın ürəyinin hansı hissəsinə daxil olar? Aha, hələ deyir ki, deməli oksigen daşımayıb. Deməli ilk dəfə daxil olacaq insanın ürəyinin sağ qulaqcığına. Olacaq 52-də D variantı. Daha sonra 53-cü suala baxaq. Hansı damarlarda venoz qan axır? Biz bilirik ki, ürəyin sağ hissəsində venoz qan olur, sol hissəsində isə arterial qan olur. Burada bu hissə ki var, bir dəqiqə. Bu hissə ki var. Ürəyin sağ deməli hissəsidir və burada ağciyər kötüyü çıxıb. Ağciyər kötüyü çıxıb şaxələnib nəyə? Ağciyər arteriyalarına. Amma bu arteriyaların içində venoz qan olur. Biz demişik ki, ağciyər sözü varsa arteriya sözünün qarşısında deməli venoz qandır içindəki. 3-lə 4 venozdur. Bizdən elə venozu istəyir. 53-də 3-lə 4 venozdur. Amma 1-lə 2 isə arterialdır. 53-də oldu 3 və 4. 54-də baxaq. İnsanda hansı damarlarda arterial qan axır? Biz dedik 3-lə 4 venozdur. Çünki ürəyin sağ hissəsi ilə ağciyər kötüyü ilə çıxıb ağciyərə gedir təmizləməyə. Amma burada 1 və 2 ağciyər venalarıdır. Ağciyər venalarıdır, gəlir tökülür hara? Ürəyin sol qulaqcığına. Təmiz qandır bunlar. 1, 2. Daha sonra 55-ə baxaq. 55-də deyir ki, proseslərdən hansı ürək diskinin birinci fazasında baş verir? Uşaqlar, birinci faza deyəndə, yəni qulaqcıqların yığılması nəzərdə tutulur. Qulaqcıqların yığılması da 0,1 saniyə çəkir. Deməli, birinci faza 0,1 saniyə çəkir. Yaxşı, qulaqcıq yığılanda nə olur? Qulaqcıqlar yığılanda taylı qapaqlar açılır. Nəyə görə? Qulaqcıq yığılmalıdır ki, taylı qapaq açılsın. Taylı qapaq açılanda qulaqcıqda olan qan mədəciyə tökülməlidir. Deməli, taylı qapaqlar açılmalıdır. Yəni 1. Daha sonra qanın ağciyər arteriyalarına vurulması xeyr, bu mədəcik yığılanda olmalıdır. Taylı qapaqların bağlanması xeyr, biz dedik ki, qulaqcıq yığılıbsa taylı qapaq açıq olmalıdır ki, qulaqcıqdan qan tökülsün mədəciyə. 4-ə baxaq, aypara qapaqların bağlı olması. Bəli, birinci fazada taylı qapaqlar açıq olur, aypara qapaqlar isə bağlı olur. 5-ə baxaq, qanın aortaya vurulması xeyr, qanın damara vurulması, ümumiyyətlə aortaya, ağciyər arteriyasına vurulması mədəcik yığılanda baş verir. Çünki qan mədəcikdən damara vurulur, amma qulaqcıq yığılanda isə qan yalnız mədəciyə vurulur. 6. Qanın qulaqcıqdan mədəciyə vurulmağı. Aha, bu düzgün variantdır. 55-ə baxaq. Proseslərdən hansı ürək diskinin ikinci fazasında baş verir? Burada ikinci fazanı soruşur. İkinci faza isə mədəciklərin yığılmasıdır və biz dedik ki, mədəciklər yığılanda deməli aypara qapaqlar açıq olmalıdır ki, qan damarlara vurulsun və mədəcik yığılanda taylı qapaqlar bağlı olur. Və mədəciklər yığılanda qan damarlara vurulur. Bunu da yadda saxlayaq. 55-ə baxaq. Bir taylı qapaqların açılması bu yanlışdır. Çünki taylı qapaqlar bağlı olur. Bizdən doğru variantı istəyir. Qanın qulaqcıqlardan mədəciyə vurulması. Xeyr, ikinci fazada qan mədəcikdən damara vurulmalıdır. 3. Aypara qapaqların bağlanması. Bu da yanlışdır. 4-ə baxaq. Taylı qapaqların bağlanması. Bəli, taylı qapaqlar bağlı olur ikinci fazada. Mədəcik yığılanda. 5. Aypara qapaqların açılması. Bəli, aypara qapaqlar açılmalıdır ki, qan mədəcikdən damara vurulsun. 6. Qanın aortaya vurulması. Bəli, aorta damardır. Mədəcik yığılanda qan damara vurulur. Aortaya vurulmalıdır. Daha sonra 4, 5, 6 oldu burada doğru variant. 57. Proseslərdə hansı? İnsanın ürək diskinin 3-cü fazasına baş verir. 3-cü faza isə 0,4 saniyə çəkir və ürəyin istirahət müddətidir. Yəni diastolasıdır, boşalmasıdır. Qulaqcıqların qanla dolması. Bəli, qulaqcıqlar qanla dolur burada. Mədəciklə əzələlərinin boşalması. Bəli, mədəcik əzələləri boşalmış vəziyyətdə olur. 3-ə baxaq, qanın ağciyər arteriyasına vurulması. Bu yanlışdır. 4. Aypara qapaqların bağlanması. Bəli, 3-cü fazada aypara qapaqlar bağlı olur. Daha sonra 58. Normal halda insanın ürəyinin aypara qapaqları açıqdırsa. Aha, deməli aypara qapaqlar biz dedik nə vaxt açıq olur? İkinci siklda, yəni mədəcik yığılanda. Bizə deyir ki, normal düzgün cavab istəyir. Taylı qapaqlar açıqdır.
Xeyr, taylı qapaqlar bağlı olur. Çünki ikinci fazada apara qapaqlar açılır. 2. Mədəcik yığılmışdır. Bəli, mədəcik yığılıb ki, apara qapaqlar açılıb. Qanı damara vurmaq üçün apara qapaqlar açılıb. 3. Ürək ümumi deməli boşalma fazasındadır. Xeyr, ürək ümumi boşalma fazasında deyil, mədəciklər yığılıb. 4-ə baxaq, mədəcik boşalmışdır. Xeyr, bu da yanlışdır. Mədəciklər yığılıb ki, apara qapaqlar açılıb. 5. Taylı qapaqlar bağlıdır. Bəli. 59. Normal halda insanın da ürəyin taylı qapaqları açıqdırsa. Bəli, deməli taylı qapaqlar açıqdırsa qulaqcıq yığılıb. 1. Apara qapaq açıqdır. Xeyr, qulaqcıq yığılmışdır. 2. Doğrudur. Ürək ümumi boşalma fazasındadır. Xeyr. 4. Qulaqcıqlar boşalmışdır. Deməli bu da yanlışdır. Qulaqcıq yığılıb. 5. Apara qapaq bağlıdır. Bəli, apara qapaq bağlı olur. 60. İnsanda hansı damarlarında arterial qanın axmasını müəyyənləşdirin. Arterial qanın axmasını deyil, müəyyənləşdirin insanda hansı damarlarda arterial qan axır. Aha, diqqətlə baxaq bu şəkilə. Deməli burada ürəyin sağ hissəsindən burada çıxan deməli 4 və 3-ə baxaq. 4 və 3. Görə 4 və 3 hara gedir? Aha, 4 və 3. İkisi də venozdur. Daha doğrusu 4 venozdur burada. 4 venozdur. Çünki ürəyin deməli hara gedib? Ürəyin sağ hissəsinə daxil olur. 60-da 4. 2-yə baxaq. 2 isə hara daxil olub? Ürəyin sol hissəsinə. Ürəyin sol hissəsinə daxil olub. 2 arterialdır. 2 arterialdır. Bizdən arterial istəyir. 2 arterialdır. Daha sonra 3-ə baxaq. 3 də arterialdır. 3 də daxil olur ürəyin sol hissəsinə. 2 və 3 arterialdır. 61. Əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litr, aşağı boş venadan ürəyə gələn qanın miqdarı isə 15 litrdirsə, 1 dəqiqə ərzində yuxarı boş vena ilə ürəyə gələn qanın miqdarını tapın. Ürəyin aortaya vurduğu qanın miqdarının ürəyin aşağı və yuxarı boş venalarla qayıdan qanın miqdarına bərabər olduğunu qəbul edək. Aha. Deməli, 5 dəqiqə müddətində bizə deyir ki, ürəyin aortaya vurduğu qanın miqdarı. Ürək ümumi aortaya 25 litr vurub və bizə deyir ki, aortaya vurduğu qan aşağı və yuxarı boş venaya vurulan qanın cəminə bərabərdir. Əgər aşağı boş venadan ürəyə 15 litr gəlibsə, toplam 25 litrdir. Bunun aşağı boş venadan gələni 15 litrdirsə, bəs yuxarı boş venadan gələnə nə qədər qalır? 25-də 15-i çıxanda neçə eləyir? 10 litr. Deməli, 5 dəqiqə müddətində yuxarı boş vena ilə 10 litr gəlibsə, bəs 1 dəqiqədə neçə litr gələr? X. Buradan da onu da böləcək 5 eləyəcək 2. 62-yə baxaq. Ürəkdən aorta ilə çıxan qanın 75% aşağı boş vena ilə, 20 litri isə yuxarı boş vena ilə ürəyə qayıtmışsa, onda ürəkdən həmin müddət ərzində aorta ilə çıxan qanın miqdarını litrlə tapın. Ürəyin aortaya vurduğu qanın miqdarı ürəyin aşağı və yuxarı boş venalarla qayıdan qanın miqdarına bərabər olduğunu qəbul edək. Burada nə deyir bizə? 75% aşağı boş vena ilə qayıdıb, 20 litr isə yuxarı boş vena ilə. Deməli, aşağı boş vena ilə qayıdan 75%-dirsə, bəs yuxarı boş vena ilə qaydana nə qədər düşür? 100-dən 75 çıxan neçə eləyir? 25. Deməli, və bizə deyir ki, yuxarı boş vena ilə qayıdan 20 litrdir. Deməli, 25% 20 litrdirsə, bəs 75% neçə litrdir? X. Buradan da X-i tapsaq, eləyəcək 60. Və bizə aortaya vurulan qanı istədiyinə görə, aorta yuxarı ilə vurulanla aşağı vurulan cəminə bərabərdir. Aha. Deməli, 20 yuxarı boş vena ilə qaydandı. Aşağını da özümüz tapdıq. O da 60. Toplam eləyir 80. 63-ə baxaq indi. Qan insanın ağciyər kapilyalarında 37.5 mm məsafə qət eləyib. Bu zaman 1 saniyəlik ürək çıxışı şəraitində neçə ürək döyüntüsü olar? Aha, buradan riyaziyyat düsturuna əsasən deməli buradan hesablayırsınız. Yazaq buradan. Deməli buradan yazaq. V bərabərdir S bölünsün T. Bizə nəyi verib burada? Məsafəni də verib, sürət də verib. Biz burada vaxtı tapmalıyıq. Vaxtı tapanda da S-i böləcəyik V-yə. Deməli 37.5-i 0.5 mm böləndə də 75 saniyə eləyir. Aha. Bizə nə istəyir indi? Bu zaman 1 saniyə ürək çıxışı şəraitində neçə ürək döyüntüsü olar? 1 saniyəlik, bizdən 1 saniyəlik istəyir. Aha.
Deməli kiçik t bərabərdir böyük t bölü n. Burada kiçik t sikldır, böyük t zamandır, n isə vurğudur. Buradan vurğunu tapmalıyıq. Vurğunu istəyir bizdən. Vurğunu tapanda da böyük t-ni böləcəyik kiçik t-yə. Yəni vaxtı böləcəyik sikla. Vaxtı nə qədər tapdıq? 75 tapmışıq. Böləcəyik kiçik t-yə. Sikli bizə 1 saniyə verib. 75-i də 1-ə böləndə eləyir 75. 63-də cavab olacaq 75. 64-də baxaq. Nisbi sakitlik vəziyyətində insanın ürəyinin qulaqcıqları 7 dəqiqə boşalması zamanı mədəciklərin yığımı müddətini hesablayın. Deməli 0,8-də ümumiyyətlə 0,1 qulaqcıq yığılırsa, mədəcik 0,5 boşalırdı və yaxud da 0,3 yığılırdı. Deməli ürəyin qulaqcığı 7 dəqiqə boşalması zamanı 0,1 yetek boşalmanı deyir. 0,7 boşalmada mədəcik yığılırdı nə qədər? 0,3. Aha. Bəs 7-də neçə olacaq? Olacaq x. X-də tapanda eləyəcək 3 dəqiqə. 65-ə baxaq. İnsanın ürəyi qulaqcıqların boşalması ümumi müddəti 70 dəqiqəyə bərabərdirsə, mədəciklərin yığılma müddətini tapın. Burada da elə 0,7 boşalanda mədəcik 0,3 yığılırdısa, bəs 70 deməli boşalanda mədəcik nə qədər yığılar? O toplam olacaq 30. Keçək indi 66-ya baxaq. Nəbzi 30 saniyədə 75 dəfə vuran adamın ürək siklində ikinci fazanın davam etmə müddəti birinci fazanın davam etmə müddəti neçə saniyə çoxdur? Burada yenə deməli kiçik t kiçik t bərabərdir böyük t bölünsün n. Yəni burada vaxt nə qədərdir? Böyük t vaxtı göstərir. 30 saniyə verib bizə. Vurğu isə n-dir. 75, 30-u 75-ə böləndə 0,4 saniyə. Sikl oldu 0,4. 0,8 saniyəlik siklda ikinci faza nə qədərdir? 0,3. Birinci faza isə 0,1-dir. Neçə dəfə çoxdur? Nə qədər çoxdur? Qədəri soruşur. 0,2 çoxdur. 0,8 saniyəlik siklda 0,2 ədəd çoxdursa, bəs 0,4-də nə qədər çox olar x? X-i tapmaq üçün 0,4-ü vuracaqsınız. 0,2-yə böləcəksiniz 0,8-ə. Cavab da eləyəcək 0,1. 67 də həmçinin eynidir. 67-də də elə həmçinin eyni işləyəcəksiniz. Deməli, burada aşağıdan göstərək. Məsələn, 67 kiçik t bərabərdir. Böyük t böl n. Bu düsturə əsasən 30-u böləcək 75-ə. Tapacağıq neçə eləyəcək? 0,4. 0,8 saniyəlik siklda 3-cü faza nə qədər çəkirdi? 0,4 saniyə. Bəs birinci faza nə qədər çəkirdi? 0,1 saniyə. 0,4-dən 0,1 çıxanda 0,3 eləyir. 0,8 saniyəlik siklda 0,3 ədəd çoxdursa, bəs 0,4 saniyəlik siklda nə qədər çox olacaq x? X-i tapmaq üçün 0,4-ü 0,3-ə vurub 0,8-ə böləcəksiniz. 67-də cavab da eləyəcək 0,15 saniyə. 68-ə baxaq. 68-də isə 100 metrlik məsafəni qaçan adamın nəbzi 1 dəqiqədə 150 vurğuya bərabərdir. Deməli, bizim böyük temiz 1 dəqiqədir. Yəni 60 saniyədir. 1 dəqiqədə 60 saniyədə, yəni vurğu nədir? N hərfi ilə işarə edirik. Vurğumuz da 150-dir. Sikli soruşur. Kiçik t bərabərdir böyük t, yəni 60-ı bölürük 150-yə. Cavab neçə eləyəcək? 0,4. 69-a baxaq. 1 saniyəlik çizik şəraitində 200 vurğusu olub ürəyin. Bu vaxt ərzində 0,8 saniyə ürək çizik şəraitində neçə vurğusu olar? 69. Deməli, burada nə edirik? Kiçik t bərabərdir böyük t bölünsün n. Elə bizdən burada nə istəyir? Vaxtı istəyir də. 1 saniyəlik sikli verib 200 vurğusu olduğunu deyib. Və bu vaxt ərzində vaxtı tapmalıyıq. Buradan vaxtda böyük hərfinə işarə olunur. Vaxtı tapanda kiçik t-ni vuracağıq. Deməli, böyük t-ni tapanda böyük t bərabərdir kiçik t vurulsun böyük n. Kiçik t-ni bizə nə qədər deyib? 1 saniyəlik sikl. Aha, biri vuracağıq. Vurğunu isə 200 deyir. Biri vuracağıq 200-ə. Böyük eləyəcək 200. 200 saniyə vaxtımız var. Aha. 0,8 saniyəlik sikl bir sikldirsə 0,8 saniyə bir sikldirsə, bəs 200 saniyə neçə sikl olacaq? Tapacağıq buradan x bərabərdir 250. 69-da olacaq
250. Daha sonra 70-ci suala baxaq indi. 70'də nə deyir? 70 də eynisidir. Burada yenə kiçik t bərabərdir. Böyük t bölünsün n. Aha, buradan da böyük t bərabərdir. Deməli 0,8 saniyə siklda 200 vurğu olub. 0,8-i də vuracaqsınız 200-ə. Eləyəcək 160. 71-ci suala baxaq. 1 saatda 4,5 aylıq bətin daxili dölün ürəyi 4500 dəfə yığılarsa, 30 dəqiqə müddətində onun anasının ürəyi neçə dəfə vurar? Dölün ürəyi döyüntülərin sayı anadan nisbətən 2 dəfə çoxdur. Ümumiyyətlə yadda saxlayın. Dölün ürəyi döyüntüləri anadan 2 dəfə çoxdur. 1 saatda 4,5 aylıq ürəyi 4500 yığılarsa, əgər 1 saata 4500 yığılıbsa, bəs yarım saata neçə dəfə yığılar? Belə birinci döl üçün hesablayaq. Bəs yarım saata nə qədər yığılar? Yəni 60 dəqiqəyə 4500-sə bəs 30 dəqiqəyə onun yarısı olardı. Elədir 2200 neçə eləyir? 4500-ü bölə 2-yə. Eləcə 2250. Aha, bu döl üçündür. Bəs onun anasında anası da qeyd olunub ki, anasından 2 dəfə çoxdur dölün ürək döyüntüləri. Deməli, dölün özündə yarım saata 2250 idisə, bəs anasında ondan 2 dəfə az olacaq. Çünki döldə 2 dəfə çox vurur. 2250-ni də böləcəksiniz 2-yə. Eləcək 1125. Bu qədər sadə. Baxaq indi 72-ci suala. Normal şəraitdə tənəffüs zamanı insan 120 tənəffüs hərəkət edir. Bu zaman nisbi sakitlik halında ürək mədəciklərinin boşalması nə qədər vaxt sərf olunub? Aha, bunu belə həll edirsiniz. Biz bilirik ki, 1 dəqiqədə 16 tənəffüs hərəkəti olunur. Deməli, 16 dənə tənəffüs hərəkətini 1 dəqiqə icra ediriksə, 1 dəqiqə. Bəs 120 tənəffüs hərəkəti neçə dəqiqə icra edərik? X. X də bərabərdir nəyə? 7,5 dəqiqə tapdıq buradan. Aha. Və bizdə nə edir burada? Ürək mədəciklərinin boşalmasına. Aha, 0,8 saniyədə ürək mədəciklərinin boşalmasına 0,5 saniyə vaxt sərf olunursa, bəs 7,5 dəqiqədə nə qədər vaxt sərf olunar? X. Buradan da X-i tapacaqsınız ki, 4,68. Getdik 73-cü sual. Qan insanın ağciyər kapilyalarında 37,5 mm məsafə qət etmişdir. Bu zaman ürəyin 0,8 saniyəlik sikl şəraitinin neçə vurğusu olar? 74 isə, daha doğrusu 73-cü sual isə belə işləyirik. Deməli, V bərabərdir S böl T. Aha, V bərabərdir S bölünsün T. Bizə nəyi verib? Deməli, gedilən yolu da verib 37,5 və bizə sürət də verib. Biz burada zamanı tapmalıyıq. Kiçik t-ni tapanda S-i də böləcəyik V-yə. Yəni 37,5-i böləcəyik 0,5-ə. Neçə eləyəcək? 75. 75 tapdıq buradan. 75 saniyə tapdıq. Elə. Bu zaman ürəyin 0,5 saniyəlik disiklində neçə nəbz vurğusu olar? Aha, bu düsturdan istifadə edəcəyik. Biz vaxtı tapmışıq, zamanı tapmışıq. Kiçik t bərabər böyük t bölünsün n. Bizə nə deyir? Nəbz vurğularının sayını istəyir. Buradan n-i də tapanda böyük t-ni bölürük kiçik t-yə. Böyük t nə qədər verib bizə? Biz zamanı nə qədər tapdıq? 75 tapdıq. Bəs disikli bizə nə qədər deyir? 0,5 saniyə. Kiçik t isə disikli göstərir. Və 75-i də bölürük 0,5-ə. Cavab da eləyəcək 150. 74 də həmçinin bu şəkildə V bərabərdir S böl T-dən istifadə edirik. Burada t-ni tapırıq. T böyük t, yəni zaman nə qədər olacaq? Eyni verilib rəqəmlər 73-nə 74. Ona görə birbaşa yazıram 75 saniyə. Və bizə bu dəfə 0,6 saniyəlik disikl deyir. Aha, kiçik t bərabərdir böyük t bölünsün n düsturuna əsasən vurğunu istəyir bizdən. Vurğu da böyük n-lə işarə olunur. Böyük n tapmaq üçün böyük t-ni, yəni vaxtı böləcəyik disikla. Vaxt nə qədərdir? 75 saniyədir. Disikl nə qədərdir? 0,6 saniyədir. 75-i də 0,6-ya böləndə cavab eləyəcək 120. 75. İnsan orqanizmi üçün uyğunluğu müəyyən edin. Aha, ağciyər venası, ağciyər arteriyası. Biz demişik ki, arteriya təmiz qandır. Venanın içində isə venoz qan olur. Amma arteriya sözünün qarşısında ağciyər sözü varsa, ağciyər arteriyasında çirkli qandır. Və yaxud da vena sözünün qarşısında ağciyər varsa, ağciyər venasında çirkli, daha doğrusu təmiz qan olur. Tam əksidir. Ağciyər sözü varsa əksidir. Aha, qeyd edək. 1, 2. Baxaq nə deyir indi bizə. İnsan orqanizmi üçün uyğunluğu müəyyən edin. Ağciyər venası. Deməli, ağciyər venası qanı
ürək boşluğuna gətirir. Aha, və oksigenlə zəngin qandır. Deməli, 1-ə aid oldu B və Y. 2-yə baxaq. Ağciyər arteriyası. Ağciyər arteriyası isə venoz qan axır. Biz dedik ki, ağciyər sözü varsa venoz olacaq. 76. İnsan ürəyinin sağ yarım hissəsində, ümumiyyətlə insanın ürəyinin sol hissəsində arterial qan olur. Sağ hissəsində isə venoz qan olur. 76-ya baxaq. Sağ yarım hissəsində venoz qan olur. Venoz sözü anı 2. Sağ qulaqcıq ilə sağ mədəcik arasında, ümumiyyətlə qulaqcıqla mədəcik arasında taylı qapaqlar olur. Aha, taylı qapaqlar 2, 3. 2-3. Aha, sonra sol mədəcikdən aorta başlanğıc götürür. 2-3-5. Baxaq indi 77-ci suala. Deyir ki, mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən et. Ürəyin sol hissəsində dedik ki, sağda venozdur, solda isə arterial. Sol hissəsində arterial qan olur 1. Aha, sol qulaqcıq da sol mədəcik arasında ümumiyyətlə sağ-sol fərqi yoxdur. Qulaqcıqla mədəcik arasında taylı qapaqlar olur. Deməli oldu 1, 3. Sol mədəcikdən aorta başlanğıc götürür. 1, 3, 5. 78. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən et. İnsanda ürək orta döş xəttindən sol tərəfdə yerləşir. Solu 8 ilə işarə edib. Aha, qulaqcıqlarla mədəcik arasında taylı qapaqlar yerləşir. 8, 1. Aha, mədəciklərlə ürəkdən çıxan damarlar arasında aypara qapaqları yerləşir. 8, 1, 2. Daha sonra qulaqcıqların yığılması 0,1 saniyə çəkir. 8, 1, 2, 5. Aha, qanda yad hissəciklərin tutub məhv edilməsi fagositoz adlanır. 8, 1, 2, 5 və 3. 79. İnsanda nə deyir burada? 79. İnsanda qanın böyrək venasından başlayaraq arterial qanı bilavasitə ürək boşluğuna qaytaran damara qədər keçdiyi yolu deyin. Qanı böyrək venasından başlayaraq arterial qanı bilavasitə ürək boşluğuna. Aha, bizdən burada məsələn böyrək venası ilə başlayacağıq. Aha, 1. Sonra böyrək venasından başlayırıq. Aşağı boş vena, çünki böyrək aşağı boş venaya aiddir. Aşağı boş vena. 1, 5. Daha sonra ürəyin sağ hissəsi ümumiyyətlə yuxarı və aşağı boş vena ürəyin sağ qulaqcığına tökülür. Ürəyin sağ hissəsinə tökülür. Aha, 1, 5, 4. Daha sonra ürəyin sağ hissəsindən də ağciyər kötüyü başlanğıc götürür. Ağciyər kötüyü də ağciyər arteriyalarına şaxələnir. 1, 5, 4, 2. Daha sonra ağciyər arteriyaları da ağciyər kapilyalarına şaxələnir. 1, 5, 4, 2, 6. Sonra da ağciyər venaları ilə gəlir tökülür ürəyin sol hissəsinə. 80. İnsanda qanın aortadan başlayaraq venoz qanı bilavasitə ürək boşluğuna qaytaran damara qədər keçdiyi yolu müəyyən edin. Burada qan aortadan başlayaraq 1 aorta, daha sonra 3 qarın aortası, 4 böyrək arteriyası, 2 böyrəyin kapilyarları, daha sonra böyrəyin venası, daha sonra isə aşağı boş vena. Aha, bugünkü izahımız bura qədər.